Herkes xoş gördük, dəyərli müəllimlər və müdavimlər. Bu videonu çəkməkdən məqsədim bildiyiniz kimi bir ay ərzində artıq bütün müəllimlərin işə qəbul imtahanları yekunlaşacaq və böyük ehtimalla artıq suallar tərtib olunma ərəfəsindədir. Bir növ bir xəbərdarlıq videosudur. Nəyə görə? Çünki hamının bildiyi kimi 2023-cü ildə müəllimlərin işə qəbul imtahanında Azərbaycan dili və ədəbiyyat fənnində kifayət qədər nöqsanlara yol verilmişdi. Mən bir növ hadisələri öngörərək hiss edirəm ki, bu ildə müəllimlərin işə qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənnində müəyyən qədər nöqsanlar ola bilər. Bu nöqsanlar nədən ibarətdir? Hal-hazırda ARTİ müəllimlərin işə qəbul imtahanları üçün Azərbaycan dili və ədəbiyyat müəllimlərinə müəyyən çərçivə sənədi təqdim edib. Həmin çərçivə sənədində müəyyən bir anlaşılmazlıq var. Bu anlaşılmazlıq nədən ibarətdir? Verilən bəzi əsərlərin orijinaldan oxunulması tövsiyə olunubdur və nəzərinizə çatdıraq ki, verilən əsərlər, orijinaldan oxunulan əsərlər keçən illə bu ilkilərdə biraz fərq var. O fərq nədən ibarətdir? İskəndərnamə əsəri və Leyli Məcnun əsəri orijinaldan oxunulması gərəkən əsərlərin içərisinə daxil deyil. Bəzi təlimçilər bunları müdavimlərinə keçirlər, amma hansı ki verilən çərçivə sənədində bu əsərlər yoxdur. Bunun əvəzinə isə biz İblis və Səsli Qız əsərlərini görürük ki, bu əsərləri orijinaldan oxunması tövsiyə olunubdur. Birincisi burada problem nədir? Düşünürəm ki, ARTİ-nin ya bu yadından çıxıb, çünki verilən sənədlərin içərisində diqqət yetsəz görərsiniz ki, İskəndərnamə və Leyli Məcnun əsərləri tam versiyada oxunulması gərəkən əsərlərin içərisində yoxdur. Ona görə mən düşünürəm ki, ARTİ sualları tərtib edərkən mütləq şəkildə çərçivə sənədinə istinad etməlidir. Orada Leyli Məcnun və İskəndərnamə əsərlərindən suallar salınmamalıdır. Videoya baxan hər kəsdən xahiş edirəm ki, bu videonu maksimum dərəcədə paylaşsınlar ki, bəlkə sual tərtibatçılarına, həmin ekspert müəllim heyətinin video qarşısına çıxar və bununla bağlı ARTİ çıxıb hər hansısa bir açıqlama verər. Çünki orada böyük bir qlobal problem var. Sabahsı gün qəbul imtahanı İskəndərnamədən və Leyli Məcnun əsərlərindən böyük versiyasından sual düşdüyü təqdirdə bu ARTİ-nin verdiyi çərçivə sənədindən üstə düşməyəcək və müvafiq olaraq həmin suallar birbaşa müəllimlərin xeyrinə hesablanacaq. Ona görə bir məlumat olaraq bildirmək istədim ki, həmin əsərlər orijinaldan heç kəs oxumasın, həmin əsərlər orijinaldan təbii ki düşə bilməz, çünki verilən çərçivə sənədinin içərisində bu yoxdur. Dinlədiyiniz üçün təşəkkür edirəm.